Her bir cihazın, her bir dəzgahın, her bir aparatın, her bir qurğunun, ister soyuducu olsun, ister televiziya plazası olsun, ister paltar yuyan, ister qab yuyan maşın olsun, içinde pasport olur. Pasportunu çıxardırsan, baxırsan, görürsən ki, bunun funksiyası nədən ibarətdir? Nə tələb olunur? Hansı halda, hansı şeylərdə istifadə etmək qadağandır? Əks halda bu dağılır, xarab olur. Temperatur bu olmalıdır, həcim bu olmalıdır, sürət bu olmalıdır. Bunu əməl eləməyən itirir onu. Bəs bu boyda vücudu yaratan ona heç bir mi pasport verməyib? Nə yiyəcəksən, nə içəcəksən, necə oturacaqsan, necə duracaqsan və necə olacaq ki, sağ qala, salamat qalacaq, sabit qala və o bu dünyada da qurtulacaqsan. Həmin bunu da açıqlayana Allahın kəlamı deyilir. Quran-ı Kərim bundan öncə Allah Teala İncili və Tövratı və Zaburu və digər kitabları nazil eləmişdi. Elə bilirsən ki, insan əbəs yerə yaratılmışdı. Kosmosa çıxan insanı gördün mü? Desəm ki sənə, o kosmosa çıxanın paltarlarını Səlyandakı bir balıqçı hazırlayıb, sonra verib onlara, onlar da bəyənib o paltarı və kosmonavtları geyindirib. Sən mənə nə deyərsən? Deyərsən, qardaş, mənə məzələnirsən. Kosmosa çıxan insanın paltarını böyük insanlar, alimlər hazırlayıb. Çünki o paltar həm təzyiqə, həm temperatura, həm də kislorod olmayan atmosferə hazırlıq olan bir şəkildə hazırlanmışdı. Elə materialdan ki, o material yanmır, müəyyən temperatura dözür, sıxlığa dözür, təzyiqə dözür və s. və s. və s. Kosmosa uyğun yaratılmışdı. Elə deyilmi? Onu alimlər müəyyən bir laboratuvarlarda, müəyyən bir yerlərdə hazırlamışlar, düşünülmüş, fikirləşilmiş. Deməli, onu hazırlayanlar alimlərdir. Amma bu boyda mükəmməl bir məxluqu ana bətnində hazırlayanın elmi yoxdur. Bilmir, eləmi heç nə? Eləsə Allah bilir, Allah bilir. Allah özünü tanıtdı kitabında. Vay olsun onu tanımayanlar və ahireti inkar edənlər. Görüş gün oradadır. O gün yevmül hasra, peşmançılıq günüdür. Nədamət günüdür. O gün peşmançılıq heç bir fayda verməyəcək. Nədamət heç bir fayda verməyəcək. Bu dünya möhlət dünyadır. Möhlət dünyasıdır.